Ağa Rasulullah buyurdu, qadınlarınız üçün çox paltar almayın, çox bayra çıxsınlar. Mənim sözüm deyil, Ağa Rasulullah. Kimin sözü olsa, qadınlar ola bilər, sərf eləməsin bu, Ağa Rasulullah'a desinlər. Qadınlarınız üçün çox paltar almayın, çox bayra çıxsınlar. 2 ayda alırsan paltarı, deyir, yenə al. İndi dəbdə bu rəngdir. İndi ayda bir dənə dəb olsa, bir dənə rəng, da bu kişinin çörək almasın, su almasın, uşaqları dolandırmasın, bu maliyyə böhranında və s. ki, sənin üçün paltar alacaq, bir dəfə aldın, bəsdir. Çox alma, çox bayra çıxmasın. Qadının evində namaz qılması daha əfzəldir məsciddə qılmasından. Kişinin məsciddə namaz qılması daha əfzəldir evdə namaz qılmasından. Qadının gecə namazı kişi üçün səhər durub çörək bişirməsidir. Qadın istəyir gecə namazı qılsın, dursun, xidmət eləsin. Bu onun gecə namazıdır. 17 rükət vacib namaz qadına bəsdir. Bəsdir. Əgər bütün işləri yerindədirsə, nə yaxşıdır gecə namazı qılar? O başqadır. Amma dedim, bütün işləri yerinə yetiribsə, kişi tələsir, işə getməlidir. Məsələn, gecə sübh namazından qabaq çıxır. Məsələn, çay qoymalıdır, deyən bir gecə namazı qılın da, kişi dedi, indi bu namaz qılır da. Xeyr, qadının vəzifəsi o halda namaz qılmaq deyil. O halda xidmət eləməlidir. Ailənin ülfəti üçün, ünsiyyəti üçün, mehribançılığı üçün və s. etməlidir bunların hamısını. Ta bu ailə gəlib nə olacaq? Buna deyirlər, müqəddəs ailə. Bu ailədən Zeynəb salamullah əleyha kimi qadınlar çıxacaq, ya əmsalı xanım Zeynəb çıxacaq. Xanım Zeynəb ki, çıxmayacaq qiyamata qədər. Çıxmayacaq. Necə Fatimə Zəhra çıxmayacaq, xanım Zeynəb də çıxmayacaq. Amma xanım Zeynəb salamullah əleyha kimi xanımlarımız çoxdur tarixdə. Necə ki, məsələn, İmam Hüseyin əleyhissalamın Kərbəla vaqiəsindəki oğlunun başını kəsdilər, atdılar qabağına, götürdü, atdı qoşuna. Dedim, mən bədəni başla bir yerdə vermişəm. Anaya bax, mən bunu verməmişəm, göndərməmişəm Hüseynin qabağında vuruşa, Allaha göstərə özün ki, bəli, mən cihad edirəm və s. Siz bunun başını mənə verəsiniz. Lazım deyil. Sonra götürdü nizəni, qılıncı, hücum elədi, qoşuna, İmam Hüseyin əleyhissalam tezləri saxlayır. Olmaz. Qadın olmaz. Rolu böyükdür qadınların. Nə qədər belə qadınlar var həyatda, çəkərsən adın, şəhid Sədrin bacısı müctəhidə idi. Allah rəhmət eləsin, Allah lənət eləsin Səddama. Nəslin qırdı şəhid Sədrin, əlbəttə qırıb qutara bilmədi, əlhəmdülillah. Şəhid Sədrin özün öldürdü, bir də bacısın. Həmin vaxt idi ki, Əmir əl-Mümininin qıfıl vurdular ziyarətgahına ki, heç kəsin ixtiyarı yoxdur, açaq. Heç vaxt açılmamalıdır. Səddam, şəhid Sədr getdi, qüsl elədi, kəfəni giyindi, gəldi, qırdı, qıfılı, dayandı. Mən nə qədər nəfəs alıram, əlinin qəbri açıq olmalıdır. Öldür məni, nəfəs ala bilməyin, onu nə bilirsən elə. Nəfəsim var, əlinin ziyarətgahı bağlana bilməz. O da qadın, o da onun kimi. Müctəhidə. Bəzi müştəhidlər var, bəzi müştəhidlər o müctəhidənin, o qadının risaləsindən istifadə edirlər. Öz məsələləri. Onların öz məsələləri. Dəlim, həyatda nə qədər olub belə qadınlar? Ki, o qadınlar qoruyublar əvvəlindən, erz-i-namusdan ta yuxarı ailə qurublar, övladlar tərbiyə eləyiblər, alimə də olublar. Nə cür çatdırıblar bunlar?
Bəzi insanlar var, bunların ömürləri bərəkətdir. Bərəkətlidir ömürləri. Elmi də öyrənirlər, ailədə saxlayırlar, uşağı da böyüdürlər, yemək də pişirirlər, Qur'an oxuyur, bütün hər şeyi çatdırırlar, bihəmdillah. Bəzi ailələr var, bərəkətlidir. Əmir əl-Müminin gedərdi gecə səhərdən axşama qədər ruzi qazanardı, evə gələrdi, görərdi Fatimə Zəhra salamun aleyha yatıb deyirman fırlada. Kömək eləyərdi ona, səhərə qədər Əmir əl-Müminin kömək eləyərdi, uşaqları saxlayardı. Nə olar, bir stəkan çaysız qoy qabaqlı, əlini sınmayacaq ki. Olmaz, kişiyə olmaz özü için çay sizə. Əcəb şeydir. Xeyr, ailənin İmam Sadiq əleyhissalam nöqtə qoyur. Kişinin vəzifəsinə ailədə, nöqtə. Onlamayana bəlkə də heç kəs görək heç nə deməsin. İmam Sadiq əleyhissalam buyurdu, kişi evinin qapısından bayırda kişidir. İçəridə uşaqdır. Ged hədisə var, İmam Sadiq əleyhissalamdan. Kişi qapıdan bayırda kişidir. Orada göstərəcək. Ailənin içində nə olar bir stəkan çaysız qoy qabaqla iç. Zulüm olmaz. Qorxma. Əlbəttə ki, qadınlar da bu yerdə gərək nə edələr? Ədəb-ərkana riayət edəsinlər. Mütləq. Ağa Rasulullah toy səhəri gəldi Əmir əl-Mömininin evinə. Qapını döydü, olmaz belə gəlmək, indi Ağa Rasulullah'a olar. Gəldi, döydü qapını, girdi içəri. Dedi, gəlmişəm, ailənin işlərini bölüm. Fatimə Zəhra salamullah aleyha sonradan belə dedi, buyurdu. Ağa Rasulullah buyurdu, evin qapısından çölün bütün işləri Əlinin. Qapısından içəri bütün işlər Zəhra, sənin. Fatimə Zəhra salamullah aleyha buyurur, ömrümdə o qədər sevinməmişdim ki, Ağa Rasulullah gəldi, böldü bizim vəzifəmizi, işimizi, mən o qədər sevindim. Çünki ailənin tərbiyəsi, uşaqların tərbiyəsi mənə qaldı, yəni mən tərbiyə elədim onları və ailənin bütün işlərini mən gördüm. Hətta bunu Zəhra eləyər, xanım Zeynəb eləyər, daha heç kəs eləməz. Barmaq sayı insan dünyada eləyər, Fizzə salamullah əleyhani Fizzə. Elə bir məqama çatdı, xidmət elədi xanım Zəhraya, oldu salamullah əleyha. Kəniz verdi Fatimə Zəhraya. Fatimə Zəhraya buyurdu, qızım, bir günün işləri sənin idi, o dincələcək. Bir gün o işləyəcək, sən dincələcəksin. Əcibdir İslam dini. Selamun aleykum və rəhmətullahi və bərəkatuhu.